Qazax və Ağstafa avtovağzallarında Ramazan və Novruz bayramı ilə əlaqədar qeyri-iş günü elan edilən martın 20-sindən 30-una dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Artıq bayram günləri ilə əlaqədar olaraq rayonlara üz tutan sakinlər Bakı şəhərinə qayıdırlar. Bununla əlaqədar olaraq aidiyyatı qurumlar hərəkətin təhlükəsizliyini təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədi ilə bütün hərəkət vasitələrini müntəzəm texniki baxış keçirilir, infrastruktur davamlı yoxlamalar aparılır. Bu günlərdə hələ ki Qazax və Ağstafa avtovağzallarında ciddi sərnişin sıxlığı müşahidə edilmir. Məlumatda bildirilir ki, avtovağzaldan kənarda avtobus sürücüləri qeyri-rəsmi olaraq sərnişinlərdən Qazax, Ağstafa və hətta Tovuz rayonundan Bakı şəhərinə daşınma haqqı 18 manat, bəzi hallarda isə qabaq yerlər üçün 19-20 manat alırlar. Bəs bu istiqamətdə biletlərin qiyməti neçədir? Ağstafadan Bakıya biletin qiyməti 17 manat 30 qəpikdir. Hələ ki bayramla əlaqədar elə bir sıxlıq müşahidə olunmur. Əgər olunarsa da biz də əlavə reyslər buraxarıq. Hələ heç bir sıxlıq yox. Vallahi hər bir maşında yerimiz var, biletimiz var. Elə sıxlıq müşahidə etməyik, yoxdur. Elə bayramla əlaqədar elə bir sıxlıq müşahidə olunmur. Qazax-Bakı istiqamətində biletin qiymətini zəhmət olur. 17 manat 60 qəpik. Kamran Əskiparalı, Rəvan Məmmədli. Bu gün informasiya proqramı üçün.